Əziz müəllimlər, şagirdlər və buraxılış imtahana hazırlaşan abituriyentlər, sizə Dövlət İmtahan Mərkəzinin müəyyənləşdirdiyi imtahan modelinə uyğun hazırlanmış 11-ci sinif test toplusunu təqdim edirik. Bu vəsaitin Azərbaycan və Rus bölmələrində oxuyan, buraxılış imtahana hazırlaşan 11-ci siniflər üçün ən ideal vəsait olduğunu əminliklə deyə bilərik. Bu test toplusunda 30 bölmə, yəni 30 unit və əlavələr verilmişdir ki, bunlara irəli dəqiqələrdə daha ətraflı nəzər yetirəcəyik. Vəsaitimizin hər bölməsinin ilk hissəsində dinləmə mətnlərinin suallarına yer verilmişdir. Dinləmələr Dövlət İmtahan Mərkəzinin 11-ci siniflər üçün müəyyənləşdirdiyi imtahan modelinə uyğun olaraq 6 suallıq hazırlanmış və 3 açıq, 3 qapalı tipində tərtib olunmuşdur. Dinləmələrdə fərqli, yerli və universal mətnlərin yer alması da kitabın sıxıcı olmasının qarşısını alır. Hər bir unitin başlanğıcında sağ, üst kənarda yer alan QR kodu oxudaraq həmin unitdəki dinləmə mətninin audiosuna keçid edə bilərsiniz. Unit 2. Listen to the passage and answer questions from 1 to 6. Dinləmələrin mətnləri, yəni audio skriptlər kitabın sonrakı səhifələrində verilmişdir. Bu kitabı digər vəsaitlərdən fərqləndirən cəhətlərindən biri də hər bir dinləmə mətninin əvvəlində nisbətən çətin sözlərin verilməsidir ki, oxucu dinləmə tapşırıqlarını yerinə yetirmədən əvvəl bu sözlərdən bildiklərini təkrarlaya, bilmədiklərini öyrənə bilər. Bu da öz növbəsində oxucunun söz ehtiyatının artmasına öz təsirini göstərir. Bu sözləri cədvəldə qeyd edilən səhifəyə gedərək lüğət hissəsindəki transkripsiyası, ingiliscə açıqlaması, yəni definition'ı, Azərbaycanca və Rusca tərcüməsi ilə birlikdə tapa bilərsiniz. Hər bir bölmənin ikinci hissəsində qrammatika testlərinə yer ayrılmışdır. Hər bölmədə 16 qrammatika sualı yer almışdır. Bu suallar Dövlət İmtahan Mərkəzinin proqramı əsasında hazırlanmışdır. Bölmələrin 3-cü hissəsində bir-birindən maraqlı oxu mətnlərinə yer verilmişdir. Oxu mətnlərinin hər biri 11-ci siniflər üçün müəyyən edilmiş imtahan modelinə uyğun olaraq 4 açıq və 4 qapalı toplam 8 suallı tərtib edilmişdir. Hər bir oxu mətninin solunda həmin mətndəki nisbətən çətin sözlər seçilib verilmişdir. Eynilə dinləmə mətnlərində olduğu kimi, bu sözləri altında qeyd edilən səhifəyə gedərək oxu mətnlərinin lüğət hissəsindəki transkripsiyası, ingiliscə açıqlaması, Azərbaycanca və Rusca tərcüməsi ilə birlikdə tapa bilərsiniz. Bu vəsait 11-ci siniflər üçün nəşr olunmuş başqa vəsaitlərdən üstün və fərqli edən bir başqa cəhəti isə kitabda yazı işi ilə bağlı məsləhətlərin və bundan da əlavə yazı işi ilə nümunələrinin yer almasıdır. Yazı işi ilə bağlı məsləhətlər bölməsində oxucu yazı işinin yazılma prosesini, mərhələlərini və diqqət edilməli nüansları ətraflı şəkildə doğru və yanlış nümunələrə nəzər salaraq öyrənəcək. Verilmiş yazı işi nümunələri də öyrəndiyini möhkəmləndirməyə öz töhfəsini verəcək. Əlavə olaraq yuxarı sağ kənardakı QR kodu oxudaraq həmin bölmənin izahını ətraflı dinləyə bilər. Əlavə olaraq kitabın sonunda sözlərin tərcümələri ilə birlikdə sinonim, antonim lüğət də verilmişdir ki, bu lüğət oxuculara imtahanda oxu mətnlərində verilmiş sözün sinonim və ya antoniminin yazılması tələb olunan açıq suallarda, həmçinin müəyyən tipli qrammatika suallarının cavablandırılmasında müvəffəq olmağa öz təsirini göstərəcək. Vəsaitin son hissələrində dinləmə və oxu mətnlərinin lüğətinə əlavə olaraq atalar sözləri, deyimlər, birləşmələr, idiomlar lüğəti də yer almışdır. Bu lüğətləri digər kitablarda verilən lüğətlərdən üstün edən nüansları isə lüğətdə verilmiş hər bir sözün oxunuşu,
İngiliscə açıqlaması rusca və Azərbaycanca tərcüməsi ilə verilməsidir. Qeyd edək ki, vəsait hazırlanarkən məktəb dərsliklərində və lüğətlərində yer alan söz və ifadələrdən istifadə olunmuşdur. Vəsaitimizin cavablar bölməsində dinləmə və oxu mətnlərinin suallarının və qrammatika testlərinin cavablarını tapa bilərsiniz.